Salam əziz tələbələr, bu videomda sizlər üçün quantifiers, yəni kəmiyyət bildirən sözlərin qaydasının izahını paylaşacağım. Mən burada qaydanı qısa şəkildə izah edəcəm. Daha ətraflı öyrənmək üçünsə mütləq kitabdan qaydanı oxumaq lazımdır. Deməli, birinci başlayıram. Many, çox, few, az, a few, biraz. Bu sözlərdən sonra mütləq sayılan cəm isim gələr. Yəni, nümunə üçün many-ni yazıram. Many-dən sonra sayılan tək isim bax bu şəkildə gələ bilməz. Bu yanlışdır. Mütləq sayılan cəm isim olmalıdır. Many books. Və yaxud da ki, many-dən sonra sayılmayan isim gələ bilməz. Many orada olmaz. Mütləq sayılan və cəmdə olan isim olmalıdır. Many, few, a few, sonra sayılan cəm isim olar. İndi keçək digərlərinə baxaq. Siz əgər istəsəniz, videonu saxlaya-saxlaya o şəkildə özünüz üçün qeydlər apara bilərsiniz. Aha. Sonra much, çox, little, az, a little, bir, az. Bunlardan sonra isə sayılmayan isim gəlir. Sayılmayan isim o deməkdir ki, yəni sayılmayan tək isim. Çünki sayılmayan isimlər cəmlənməz. İndi bir nümunə yazaq. Much water. Sayılmayan isim. Muchdan sonra sayılan və təkdə olan isim gələ bilməz. Much book olmaz. Və yaxud da muchdan sonra cəm isim gəlməz. Muchdan sonra sayılmayan tək isim olar. Həmçinin much, little, a little. Sayılmayan tək isim. Bu da bu. Daha sonra deməli. Sonra bizdə test toplusunu işləyəndə belə bir söz görürük. Only. Only'dən sonra a few, a little, bir də some gələ bilir. Only'dən sonra ancaq bu üçü gələ bilər. Digərləri gələ bilməz. Misal üçün, only a lot of, only few, only little gəlməz. Çox vaxt test toplusunda bizə belə bir variant verir. Only few və yaxud da only little. Bu yanlışdır. Only'dən sonra mütləq bax bu e artikelları olmalıdır. Bu da bu. Daha sonra deməli. Əgər bizdə deməli several varsa, severaldan bir də some'dan sonra sayılan isim cəm gələr. Sayılmayan isim də tək olar. Yəni several books. Severaldan sonra book gəlməz. Çünki book sayılan isimdir, mütləq cəmlənər. Amma severaldan sonra sayılmayan isim də tək olar. Misal üçün several water. Çünki sayılmayan isimlər cəmlənməz. Severaldan some'ın qaydası eyni şəkildə gedir. Sayılan isim mütləq cəm olar, sayılmayan isim isə tək olar. Daha sonra ardına baxaq. Deməli. Sonra bizdə so, bir də saç var. So'dan sonra ya sifət ya da zərf gələr. İsim gəlməz. Saçdan sonra isə mütləq isim gələr.
İsmin qarşısında onu təyin edən sifət falan ola bilər. Amma sonda mütləq isim gələr. Bu soyla saç. İndi sodan sonra hansı halda isim gələ bilər? Ona baxaq. So many, so few, so little, so much. Bax, so'dan sonra bu cür kəmiyyət bildirən sözlər gəldikdə ondan sonra isim gələ bilər. So many'dən sonra əlbəttə ki cəmsim, so few'dan sonra cəmsim, so little'dan sonra sayılmayan təksim, so much'dan sonra sayılmayan təksim. Many, few, little, much'ın qaydası necədirsə, so ilə də işləndikdə eyni şəkildə olur. Bu da bu. Daha sonra getdim. Ardına baxaq. İndi biz orada yazdıq ki so little. Bundan sonra isim gələ bilir. Çünki burada little az mənasında işlənib. Yəni quantifiers, kəmiyyət bildirən söz kimi işlənib. Bu little'ın iki mənası var. Az, bir də balaca sifət kimi də işlənə bilir. Əgər little sifət kimi işlənibsə, o zaman ondan sonra isim gələ bilməz. Misal üçün burada so little girl veribsə bizə, bu yanlışdır. Çünki girl qız isimdir və burada little'ı balaca mənasında işlədib. Hardan bilirəm balaca mənasındadır? Axı little az mənasında işlənsə, ondan sonra burada məndə işlənərdi sayılmayan isim. Misal üçün so little water versəydi, bu doğru olardı. Çünki burada az su mənasında işlənib, so'dan sonra little az mənasında işlənib və ondan sonra da isim gələ bilər. Amma burada ismim sayılan isim olduğu üçün little-la işlənə bilməz. Mütləq deməli burada isim gəlməməli idi. Bir də bizdə burada very var ki, very'dən sonra few, little, bax bu şəkildə işlənir. Testi isə bizə bu şəkildə verir ki, biz çaşaq. Very'dən sonra artiklı gəlməz. Very few olar, very little olar, very much olar. Amma very'dən sonra artiklı gəlməz. Only a few olur. Very few olur. Quantifiers'ın qaydasından bağlı çox qeydlər edə bilərəm. Ancaq yenə də sizə məsləhət bilərəm ki, geniş məlumat əldə etmək üçün mütləq kitabdan oxuyun. Mənim izahım bu qədərdir.